Əleyküm əssalam. Uşaqlar hamısı səni tərifləyir, deyir güya ən yaxşı müəllim sənsən. Baş aşağı tükü yuxarı. Uşaqlar deyir, aldadıblar səni. Aldadıblar, gör onların başına nə an uçaram mən. Heç eybi yox, nə olar eybi yox. İmtihana hazırsa? Salam. 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 Dedim də salam. Əleyküm əssalam. İmtihana hazırsa? Bir şey bilirsən? Oxumursan? Götür bilet. Bilet nəndir? Bəli. Bəs uşaqlar deyir adamın üzünə baxıb 5 yazırsan. Amma da imtihana hazırsa? Götür bilet. Nə az bilet qalıb müəllim, bilet də yoxdur. Nə az bilet qalıb müəllim, deyəsən yaxşılar danışıb axmaq biletlər qalıb. Görürsən qutarır da imtihan. Danışım? Danış. Danışıram ha. Danışım? Buyur, buyur. Danışıram ha. Danışanda danışıram, danışmayanda danışmıram. Amma da nə danışırsan? Bileti bilmirəm, ətrafında danışıram da müəllim. Qoy ora bileti. Qoy bileti. Olar o birisini götürün. Onu da bilmədin, 2 alacaqsın. Bilirəm ay müəllim, bilirəm. İsim və cisim. İsim sözündən götürmüş sözlərə cisim deyilir. Nə isim? Harada cismi yazında? İsim cismə, cisimdə ismətdə sənəsələrlə yerləşir. Görsən, bilirəm. Amma da niyə bilmirsən? Niyə oxumamısan? Ay müəllim, vallah bilirəm. Get, payızda gələrsən. Payızda gələnməyəcəm. Niyə? Çünki qaloşum yoxdur, yağış yağır, palçıq olur. Amma da qaloşun imtihanı nə dəxli var? Var, var, üstü var, altı yoxdur. Gələndə yaxım gedir qabağa, qaloş gedir dala. Elə bilirlər 2 mərtəbə yaponska ayaqqabı geymişim. Onda gəl belə eləyək. Mən sənə əlavə suallar verim, bilmədin 2 alacaqsın. Bilirəm ay müəllim, vallah bilirəm. De görün mənə, kök nəyə deyilir? Kök elə kökdə, kökə gömbul deyilir. Nə kök, haradadır? Qonşumuz Emil, aha bu boydadır. Nə kök, haradadır? Emildədir. Emilin döyrəsinə kök deyilir. Görsən, bilirəm. Bir dənə 5 yazar, bir dənə 5 yazar. Xəbər neçə cür olur? Xəbər 2 cür olur. Şad xəbər, bir də bəd xəbər. Şad xəbər odur ki, bir pis qonşu var idi, yıxıldı, başı partladı. Bəd xəbər odur ki, bugün bizə qonaq gələcək. Nə yiyəcək? Evdəki yeməkləri yeyəcək. Neçə gün qalacaq? Bir həftə. Uy, dəhşətli xəbər. De görün mənə. Adın nə oldu sənin? Fırtışqılı. Fırtışqılıya, fırtışqılı oldu. Fırtışqılı? Bəli. Sən mənə 18-ci əsrin alimləri haqqında nə deyə bilərsən? Onu deyə bilərəm ki, hamısı ölüb gedibdir. Nə alim hardadır qəbildə? 18-ci il alimlərinə öl alimlər deyilir. Görsən, bilirəm. Elə belə bilirsən də, belə deyirsən, keçən də Muhammed mənim dərsindən 2 almışsan. Neyini, mən müəllim? Mənə elə hadisələrdən sual verir, mən onda heç anadan olmamışam. Mən deyir, Yekaterinadan danışmam. Mən Yekaterina görmüşəm, Napoleonu soxdu gözümə. Mənə deyir, o şəkildəki bığlı saqqallı kişi kimdir? Deyim, nə bilim müəllim, bilmirəm. Deyir, bilmirsən, Markıl Krizdə. Dedim, bu yüz gözünü qıl basıb tanıyanmadım. Sonra dedi, Çapayev bildim, bəli. Tam kişini dedim tərifi. Dedim ki, at belində 180-lə çapa-çapa, sayın bu tərəfindən girib o tərəfindən sağ çıxan keçəl qəhrəmana Çapayev deyilir. Görsən, bilirəm. De görüm, hansı çaylar tanırsan? Çaylar çoxdur. Azərbaycan çayı, Gürcü çayı, Murad çayı, Məryəm çayı, Mahmud çayı. İçilməyən çaylara Lənkəran çaylar deyilir. İndi onlar da tapılmayan mal adlanır. Mən səndən onları soruşuram. Bəli. Onları soruşmuram və axıb gedən çayı soruşuram. Çay axıb gedir. Hədə içirik dibində qalır, atır qalxır gedir. İçirik dibində qalır, axır gedir. Bu deyir, qonşumuz oturub balkonda çay içir, axırına atır. Çay içir, axırına atır. Sən aşağıda bir dayanıb simirmiş. Elə qonşum çay içib evə girəndə qapısı deyilir. Deyir, qardaş, biraz yenə iç, daha aşağıda sabırlı qalmışam. Görsən, bilirəm. Amma da niyə bilmirsən? Bilirəm, ay müəllim, vallahi bilirəm. Burada yaşayanlar hansılar? Maryaklar. Nə maryak? Hardadır suda? Nə vaxt gələcək? 30 gələcək. Suda və qırda yaşayan ağzolaqlı köynək geyinlərə maryak deyilir. Nə maryak? Nə maryak? Zəhrimar maryak. De görüm, hansı ev heyvanlarını tanıyırsan? Ev heyvanları çoxdur. Taxtapiti, tarakan, hörümçək, milçək, ağzaqanat. Ağzaqanat yırtıcı ev heyvandır. Balaca vertolyot şəklində gəlir. Vıyıltı ilə adamın liboy yerinə pasatka eləyir. Zapravka eləyib aradan çıxan heyvana ağzaqanat deyilir. Görsən, bilirəm. Mən səndən ev heyvanlarını soruşuram. At, inək, qoyun görmüsən? Bəli, görmüşəm. Müəllim, siz məndən ev heyvanlarını soruşursunuz, mən də ev heyvanlarını deyirəm də. Tarakan ağzaqanat ev heyvanı deyirsə, onun evdə nə ölmazıb, ona kim o çıxda verir. Bir də qoyuna gəlincə, qoyun bəli var, qonşumuzun oğluna qoyun deyirlər. Qoyunun insana nə kimi xeyri var?
Qoyunu yeyirik, ətindən kebab eləyirik, Sonra? ətindən haşlama bişiririk, Aha. pirinə ərdirik, yağ eləyirik, Ay sağ ol, belə dinən də məişətdə nə xeyri var? məişətini yeyirik. Necə yəni məişəti yeyirlər? Məişət qoyunun harasıdır ki, müəllim? Amma zavodda ondan nə hazırlayırlar? Hə, zavodda ondan kostyum hazırlayırlar, biz də geyinirik. Ay sağ ol, deməli qoyunun yunundan paltar hazırlayırlar. Deməli səni paltarla təmin edən heyvan necə adlanır? Atam, bu ay müəllim, valla qarışdırdım. Xarici də keçmisən? Hə, Zəhrimar, elə nə deyirəm deyirsən, ha. ay müəllim, nə qəşəylər, toxum bizim hindişkiyə oxşadı. Gəl bura, bura gəl. Açdan müəllim. Xarici də keçmisən? Hə, Hansı dil? İngilis dili. İngilis dilində bir cümlə de görüm. İngilis dilində bir cümlə. I love you cızbız ye. De görüm İngilis dilində bir boşqab necə deyilir? Bir boşqaba dingo. Bəs iki boşqab? Dingo dingo. Birdən bir vaqon oldu. Dingo 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 dingo. Yaxşı, yaxşı. Bir dəqiqə müəllim, vagon gedir axı. Dingo dingo dingo. Saxla, Çıxaraq saxla. çıxar. Hə, Solmaz müəllimin dərsini oxumusan? Bəli, Yaxşı oxuyursan? bəli. De görüm suyu necə alırlar? Qıranda açırıq, su gəlir. Suyun növləri çoxdur. Hamam suyu, yağış suyu, kanalizasiya suyu və s. Ay onları soruşmuram. H2O nədir? Xaç əla şeydir. Anam həmişə pişirir, 2 həftəyə pişir. Yağlı sudan və ətli sümükdən ibarətdir. Səhər tezdən araqla yeyilən xörəyə xaç deyilir. Niyə oxumamısan? Niyə bilmirsən? Belə heç suallar Vallahi bilirəm, müəllim. Sən oxumamısan, imtahana hazır deyilsən. Mən səndən axırıncı sual soruşuram. Bilmədin 2 alacaqsan. Bəli, müəllim, vallahi bilirəm. Bu işıqlar görürsən? Bəli. O işıqlar olmadan əvvəl insanlar neynə edirlər? İşıq pulu vermədilər. I love you çökmə. Hey,